Sabunçuda iş var yoldaşlar. Deməli, sabunçuda iş var. 3 dənə işdən bəhs etmək istəyirəm. 3 dənə ya da 4 dənə olmalıdır, səhv xatırlamıramsa. 4 dənədir. Deməli, bunların arasında xadimə, aşbaz, ofisiyant və gecə növbəsi üzrə satıcı işi var. Bir dənə satıcı olan gecə növbəsindədir, belə deyim. Gəlin ilk öncə başlayaq. Məsələn, sabunçuda Bakıxanovda xadimə iş var. Qeyd edim ki, Bakıxanovda 3 dənəsidir o işlərin. Digəri isə Zabratdadır. Bu Bakıxanovdakı məsələn 30-45 yaş aralığında şəxslər üçündür, təcrübəli namizədlər üçündür. Xadimə işidir. Gündüz növbəsi üçündür. İçki olan bir yer deyil. 500 manatlıq, yəni alkoqollu içki olan yer deyil. 500 manatlıq bir işdir. Bu bir variantdır. Digər bir variant aşbaz olaraqdır. Sabunçuda Bakıxanov qəsəbəsində. Bu aşbaz işi isə 1300 manat civarında olan bir aşbaz işidir. Gündüz növbəsi üçündür. 28-45 yaşlı şəxslər üçündür. Təcrübəli bir şəxs olmalısınız. Fərq eləmir cinsiniz, xanım ya bəy. Nə olmalıdır sizdə? Milli və Avropa mətbəxini bilməlisiniz ən azı yoldaşlar. Çörək və hal-hazırda çay evlə əhrində məşhur olan pirajki növlərini bişirməyə bacararsınızsa da lap yaxşı olar, amma vacib deyil o qədər də. Amma bacarmanız sizin, belə deyim də, üstün olmanızı götürüb çıxara bilər. Sonra ofisiyant işi var həmin yerdə, Bakıxanovda daha layiq desək. Sonra isə gecə növbəsində olan işdən bəhs etmək istəyirəm, Allah qoysa. Deməli, bu ofisiyant işi çay evindədir. 23-30 yaşlı bir kişilər üçündür. Təcrübəli olmalısınız. 600 manat verir. Üstəgəldə servis haqqı var. 1 illik heç olmasa iş təcrübəniz olmalıdır. Bundan əlavə Sabunçuda, Zabratda gecə növbəsi üzrə işçiyə ehtiyac var yoldaşlar. 420 manat pul verir. Üstəgəldə faizi var. 18-35 yaşlı şəxslər üçündür. Kişisinizsə bu işə müraciət edə bilərsiniz. Bu işlərə də müraciət etməkdə çətinlik çəkirsinizsə, özəl desəklər üçün əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi videonun üzərində qeyd olunduğu kimi profildədir. Siz bu videonu harada görürsünüzsə, orada kanala daxil olub, oradan əlaqə vasitəsini götürə bilərsiniz. Ümumiyyətlə, nəinki bu işlərə, digər işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə, iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı həmin əlaqə vasitəsindən yaza bilərsiniz. Qeyd edim ki, hal-hazırda sizə bildirilmiş bu işlər son, belə deyim, 48 saatın yeni işləridir. Amma yəni Sabunçuda təkcə işlər bunlardan ibarət olmaya bilir, digər işlər də ola bilir. Yəni xəbəriniz olsun. Sağ olun, salamat qalın, işsiz qalmayın.